İkinci fəsil. Kitabxana sistemi. Maddə 5. Kitabxana sisteminin təşkilinin əsasları. Azərbaycan Respublikasında kitabxana sistemini ərazi, idarə, idarələrarası, sahəvi, sahələrarası və kompleks xidmət prinsiplərinə əsaslanan universal, ixtisaslaşdırılmış dövlət və qeyri-dövlət kitabxanaları təşkil edir. Maddə 6. Kitabxana sisteminin tərkibi. Azərbaycan Respublikasında kitabxana sisteminin tərkibinə dövlət və qeyri-dövlət kitabxanaları daxildir. Dövlət kitabxanalarına aşağıdakılar daxildir. Milli Kitabxana, Naxçıvan Muxtar Respublikasının Dövlət Kitabxanası, şəhər, rayon, qəsəbə, kənd kitabxanaları, kütləvi, elmi, xüsusi kitabxanalar, gənclər, uşaqlar, görmə qabiliyyəti tam məhdud olan şəxslər üçün və sair kitabxanalar və onların filialları, mərkəzləşdirilmiş kitabxana sistemləri. Respublika əhəmiyyətli elmi sahəvi kitabxanalar, dövlət idarə, müəssisə və təşkilatlarının kitabxanaları, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası və onun filialları, dövlət təhsil müəssisələrinin kitabxanaları, qeyri-dövlət kitabxanalarına aşağıdakılar daxildir. Bələdiyyə kitabxanaları, ictimai birliklərin kitabxanaları, özəl və digər kitabxanalar, xarici hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş kitabxanalar. Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli mədəniyyət xəzinəsi və dövlət kitab saxlayıcısıdır. Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq sahəsində elmi tədqiqat işləri üzrə aparıcı müəssisə, əlaqələndirici. Ölkənin bütün kitabxanaları üçün metodik mərkəz, oxuculara kompleks kitabxana biblioqrafiya və informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir. Milli Kitabxana müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan əsasnaməyə uyğun fəaliyyət göstərir. Milli Kitabxananın fondu və əmlakı milli sərvət hesab olunan və xüsusi əhəmiyyətli obyekt kimi dövlət tərəfindən qorunur. Milli Kitabxana statusuna malik olan kitabxanaların işçilərinin əmək haqqları müvafiq əlavələr müəyyən edilir. Milli Kitabxananı ləğv etmək, mülkiyyət formasını dəyişmək qadağandır. Milli Kitabxanaya əvəzsiz və müddətsiz istifadə üçün qanunvericilikdə müəyyən olunmuş torpaq sahəsi verilə bilər. Respublika əhəmiyyətli elmi sahəvi kitabxanalar elm sahəsinə görə ixtisaslaşdırılan, milli və xarici ədəbiyyat fondlarına malik olan baş kitabxana biblioqrafiya və informasiya müəssisələridir. Respublika əhəmiyyətli elmi sahəvi kitabxanalar müvafiq sahədə fəaliyyət göstərən digər kitabxanalar üçün informasiya, kitabxanalararası abonement və metodik mərkəz funksiyasını yerinə yetirir. Respublika əhəmiyyətli elmi sahəvi kitabxanaların fəaliyyəti bu qanunla və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Respublika əhəmiyyətli elmi sahəvi kitabxanaların Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının və onun filiallarının, Bakı Dövlət Universitetinin kitabxanasının işçilərinin əmək haqqlarına müvafiq əlavələr müəyyən edilir. Respublika əhəmiyyətli elmi sahəvi kitabxanaların statusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9. Kitabxanaların digər informasiya orqanları ilə əlaqələri. Kitabxanalar sənəd informasiya ehtiyatlarından səmərəli istifadə məqsədi ilə elmi, texniki və digər informasiya orqanları, arxivlər, başqa idarə və müəssisələrlə qarşılıqlı əlaqə yaradır. Bu əlaqələr birgə fəaliyyət proqramları və müqavilələr əsasında həyata keçirilir. Maddə 10. Kitabxanaların yaradılması və yenidən təşkili. Dövlət və qeyri-dövlət kitabxanaları Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada yaradılır və yenidən təşkil olunur.
Dövlət kitabxanalarının müvəqqəti olaraq köçürülməsinə müstəsna hallarda təbii fəlakət, silahlı münaqişə, müharibə təhlükəsi və sair müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. Maddə 11. Kitabxanaların özəlləşdirilməsi və icarəyə verilməsi. Tipindən, tabeçiliyindən asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən kitabxanaların, kitabxanalarda saxlanılan sərvətlərin, onların yerləşdiyi binaların və sahələrin özəlləşdirilməsi və icarəyə verilməsi profilinə müvafiq olaraq qanunvericiliyə uyğun həyata keçirilir.